Proteinin ziyan olma nağılı hardan yaranıb? Bunun əsas iki səbəbi var. Birincisi 90-cı illərə dayanır. O zaman bodybuilding az insan məşğul olurdu və məşğul olan insanlar heç bir zaman nə təcrübəni və bədəni necə əldə etdiklərini bölüşmürdülər. Reallıqda onlar atletikdən rahatçılıqla steroidlər alırdılar, əzələ kütləsini böyüdürdülər və digərlərinə bunun tozla bağlı olduğunu deyirdilər. Yəni onlar bu tozları içirlər, ona görə bu şəkildə böyüyürlər. Bu davranış hələ də davam edir. İnsanlar zala yazılırlar, tez bir şəkildə əzələ əldə etmək istəyirlər. Biri Antalyaya gedəcək, biri çayxanada özünü göstərəcək deyə o dərmanları axtarırlar, tapırlar, istifadə edirlər. Ətrafdakı insanlardan gizlətmək üçün onlar yenə də bunun adını proteinlə bağlı olduğunu deyirlər. Yəni bunlar güya ki proteini içirlər və belə bir nəticə əldə edirlər. Bu da istər-istəməz proteinlə bağlı yanlış məlumatın yayılmasına səbəb olur. İkinci səbəbi isə bu peşəkar idmançılarla bağlıdır. Onlar belə deyək, bu idman qidalarını reklam edirlər, şirkətlər onlara maaş və pul ödəyir. Normal insan düşünür ki, demək ki bu insanlar bu tozdan istifadə edirsə və bu əzələ kütləsinə sahib olursa, proteinlər həqiqətən də belə bir təsirə malikdir və istər-istəməz bunun içində kimyəvi maddələr olduğunu düşünür. Reallıq tamamilə fərqlidir. Yəni təkrar edirəm, heç bir protein, heç bir idman qidası güclü təsir edici maddəyə sahib deyil. Ona görə məhsulları tanıyırıq, məlumatları yoxlayırıq, düzgün qidalanıb sağlam oluruq. Hər kəsə bol anabolizm.